Xameneyini atasından çox sevənlər, İranı isə Azərbaycandan çox dəstəkləyənlər. Sözüm buradan sizədir. Mən sizi bloka atmaqdan yoruldum, şəhərlərinizi də pozmaqdan yoruldum, amma anlaşılan ki, o qədər üssüz və abırsızsınız ki, siz yorulmadınız. Mənə, sən yahudisən, İsrail casususan, İsrailə işləyirsən deyənlərə demək istəyərdim ki, kişi olun, hə? Amma sonradan özümün demək istədiyim sözə gülməyim tutur. Zaten kişi bir qadının üzərinə şər atmaz ki. Zaten kişi öz ölkəsindən çox başqa ölkəyə aşiq olmaz ki. Zaten kişi Xocalını, kör gözlərini bağlayıb görməyib Fələstin uşaqları uğrunda mübarizə aparmaz ki. Sizin kimi kişi olmağa bu həyatda nə var ki, hər şeyinizi buna satırsınız. Kaş ki, məndə olan vətən sevgisi, məndə olan əqidənin çox demirəm, %10% sizdə olardı. Dar düşüncəlilər. Diqqətinizə çatdırım ki, İran oğlandı. 1-ci Qarabağ savaşında qəbirlərimizi açıb meyitlərimizin, ölmüş cəsədlərin ağzından qızıl dişləri çıxaran, Qarabağı narkotik plantasiyasına çevirən, donuz saxlanılmasına göz yuman, Ermənistan mənim qırmızı xəttimdir təhlükəsizliyinə cavab deyən, antiterror əməliyyatlarından öncə Sepah generallarını hələ də işğal altında olan Azərbaycan torpaqlarına göndərib, 10.000 qanunsuz silahlıya təlim keçən, Azərbaycanda 2 balanı gözü yaşlı qoyub onların atasını şəhid eləyən, günahsız yerə bir Azərbaycanlı tələbəni hələ də həbsdə çürüdən. O qədər uzada bilərəm ki, siyahını siz elə qanmadığınız üçün bu gündəsiz. İsraillə İranı müqayisəyə qoyanda elə nə qədər dar düşüncəli və peyin başlı olduğunuz bilinir. Birinci, müsəlman ölkəsindən danışırsınızsa, bəli, müsəlmana dəstək olmaqdır. Amma İran bizə nəyi ilə dəstək oldu? Siz hansı mənəviyyatdan, hansı dini dəyərlərdən danışırsınız? Qeyrətim nə vaxt sizinki kimi fışqıracaqsa, onda erməniyə dəstək olan İranın tərəfini tutacağım. Amma hələ ki, ağlım və savadım və dünya görüşüm yerində olduğuna görə ölkəmə dəstək olanlara dəstək olacağım.